Doğrusu inanmağım gəlmədi. Rəqsanənin kiçik qızı Fazilin soyadından imtina edib. Atası idi. Belə deyirdi, onun soyadını daşıyırsa, demək onu ata deyə bilər. Amma yadıma gəlir ki, Rəqsanə xanım ailə qurandan sonra həmişə Aysun deyirdi ki, nə yaxşı mənim belə bir atam var, nə yaxşı. İndi Yağmur eşitməmişəm, amma Aysun həmişə Fazil müəllimdən razılıq edirdi. Bəli, müğənni Rəqsanə İsmailova ilə Fazil Əmraslanovun ayrı xəbərindən sonra dərhal bir məqam diqqət çəkib. Milli nöqtəza istinad edirəm ki, Yağmur, Rəqsanə xanımın kiçik qızı Yağmur artıq Əmraslanov soyadından istifadə etmir. Belə ki, Yağmur sosial media hesabında soyadını İsmailova kimi qeyd edib. İllər öncə Rəqsanə iki qızına da Fazil Əmraslanovun soyadını verdiyini, yəni Fazil müəllimin o soyadın daşıdığını demişdi və görmüşdük. Təbii ki, Manjet nöqtəsinin yaydığı məlumata görə Fazillə Rəqsanənin ayrıldığı iddia olunub. Buna səbəb kimi isə Fazil Əmraslanovun xanımı həbsdə olduğu müddətdə onun borclarının ödənilməsinə kömək etmədiyi və dəstək olmadığı göstərilib. Amma bilmirik də, indi Fazil müəllimin doğrudan da maddi imkanları necə idi? Bəlkə doğrudan da elə mənzili yox idi satmağa, bağı yox idi satmağa, bəlkə doğrudan da imkanları, maddi imkanları çox aşağı idi. Təbii ki, bunu bilmirik. Bu təbii ki, bu ailədə, Əmraslanovlar ailəsində baş verir. Təbii ki, açıqlamalara da özləri cavab verəcək. Yağmur da ki, müstəqildir soyad seçməkdə, imtina etməkdə özü bilər. Gənc xanımdır.